Hansı mövzudaydı uşaqlar? İşte. 15. Bəli. Tamam. Başlayaq uşaqlar. Suallarınız varsa soruşun. Müəllim 5-i deyə bilərsiniz. Burada necə olurdu? 3. 2 Neçə? var. 2. 2. Termistor qızdırılarsa, voltmetr və ampermetrin göstərişi necə dəyişər? Deməli, əvvəlcə dövrəmizə baxırıq ki, burada qalvanik element var. Xatırlayırsınız, galvanik element olanda biz nə qarmalıydıq? Bu bərabər hesablasını Yəni, epsilon oldu. Mənim səsim qırıq gəlir uşaqlar, yoxsa Salam müəllim. necə? Salam müəllim dedim. Salam, səsim qırıq gəlir uşaqlar, yoxsa? Yox, normal. normaldır. Bəzilərinizin səsləri qırıq gəlir, elə bildim məndədir problem. Eyni anda danışan deyil olur. Ola bilər. İndi təbii ki, dövrəyə baxanda birinci epsilon var, qalvanik element var. Ona görə qərar verməliyik ki, yazdığımız düsturda epsilon iştirak eləməlidir. Yəni, bunu bir yerə qeyd elədik. Termistor qızdırılarsa, termistor yarım keçiricidir. Yarım keçiricini qızdıranda onun müqaviməti nə qalacaqdır? Azalacaq. Azalacaqdır. Müqavimət azaldığına görə I bərabərdir. Epsilon bölünsün üstə gəlir. Müqavimət azaldığına görə cəryan şiddəti artacaq. Voltmetrdə gərginliyi ölçür. Gərginlik üçün də yazacağımız düsturda epsilon iştirak eləməlidir. Burada cəryan şiddəti artdığına görə gərginlik azalacaq. Deməli, düzgün cavab odur ki, cəryan şiddəti artsın, gərginlik isə azalsın. Müəllim, daxili müqavimət sıfıra bərabər ola bilər. Sıfıra bərabər verir bəzi suallarda. Bərabər olmur həyatda. Amma suallarda bəzən verir mütərizədə ki, daxili müqavimət sıfırdır. O sarğacın kondensatorun filan müqaviməti, o da daxili müqavimət sayılır. Yox. Sayılmaz. Buyurun uşaqlar. 3. Kondisioner yoxşaq, çox istidir. İkinci sual. Gəlir üçüncü sual yazıb ki, A vannasında misxlor 2 məhlulu, B və C vannasında isə misxlor məhlul olduğunu bilərək bərabər zamanda vannalarda ayrılan misin kütlələrini müqayisə edin. İndi biz bilirik ki, cəryan şiddəti məsələsi necə idi? Burada 2 dənə ardıcıl var aşağıda, bu hissədə. Yuxarıda bir dənə vanna var. Belə fikirləşə bilərsiniz ki, yuxarıda bir dənə müqavimət, aşağıda 2 dənə müqavimət. Bunun müqaviməti R-dir. Burada müqavimət nə qədərdir bəs? 2. 2 R. Onda hansı hissədən cəryan daha çox keçər? Aşağı hissə. Yox, yuxarıda. Yuxarıda. Yəni buradan cəryan əgər I keçərsə, onda yuxarıdan 2 I keçməlidir. Düzdürmü? Hı. Amma eyni zamanda biz bir şey də bilirik ki, elektrokimyəvi ekvivalent məsələlərində yazmışdıq ki, K bərabərdir 1 bölü Y NA vurulsun N bölünsün N. Yəni elektrokimyəvi ekvivalent valentliklə tərs mütənasib asılıdır. A vannasında misxlor 2 yazılıb, B vannasında misxlor yazılıb. Misxlor 2 də burada valentlik neçədir? Valentlidir. Onun valentliyi 2-dir. Amma B ilə C-də valentlik neçədir?
1. Bir valet. Variantlik 1. İndi biz bayaqlarım dedik ki, cərəyan şiddəti 2 dəfə çoxdur. Düzdür? Bəli. Cərəyan şiddəti 2 dəfə çox olanda normalda kütlə 2 dəfə çox olmalıdır. N bərabərdir Kitt düsturuna görə. Düzdürmü? Amma Bəli. K-sı da 2 dəfə az olduğuna görə bunun valentliyi 2 dəfə valentliklə tərs asıldı. Onda belə Hı hı. çıxır ki, bütün kütlələr bir-birinə bərabərdir. Evet. Sonra 4. gərginliyin sabit qiymətində cərəyan şiddətinin temperaturdan asılılıq qrafiki hansıdır? Cərəyan şiddətinin temperaturdan asılılığını qurmaq istəyiriksə, müqavimətin temperaturundan asılılığına baxaq. Metal naqillərdə müqavimət temperaturla necə asılıdır uşaqlar? Düz. Müəyyən qiymətdən artır. Müəyyən bir qiymətdən düz mütənasib asılıdır. Cərəyan şiddətinin düsturu da I bərabərdir, U bölünsün R-dir. Əgər müqavimət artırsa, temperatur artdıqca, onda cərəyan şiddəti nə etməlidir? Azalmalıdır. Ona görə də müəyyən bir qiymətdən başlayıb azalacaq. Düzgün cavab olacaq D variantı. C niyə olmaz? C niyə olmaz? Qəşəng sualdır. Əgər yadda saxla bir yerdə məxrəc varsa, məxrəcdən asılılıqlar çəkiləndə hiperbol olmalıdır. Bəli. Sonra 5 demişlər deyəsən. 5-ci sual yarımkeçirici diodun vaxı verilib. Burada volt amper xarakteristikası. Bilirsiniz ki, cərəyan şiddəti gərgin bu müsbət hissədə, yəni bura düz keçidə uyğundur. Bu mənfi hissə isə tərs keçidə uyğundur. Düz keçid, tərs keçid nə deməkdir? Əgər P yazılan, yəni pozitiv müsbətə birləşsə, bu düz keçiddir. Bu düzdür. Burada görürsünüz, pozitiv mənfiyə birləşib. Bu necə keçiddir? Tərs. Tərs keçid. Deməli, bu düz, bu tərs. Buna baxaq, bu necədir? Düzdür. Hı? Düz. Keçiddə də bu müsbətə. Bəli, düz keçiddir. Deməli, belə çıxır ki, K və V düz keçiddir. Yəni, qrafikin birinci hissəsinə uyğundur. Amma M isə tərs keçid. Müəllim, bəs belə birləşdirəndə cərəyan keçirdi. Cüzi miqdarda keçir, bəli. Qrafikdə ona Lampa- görə yazdı. Qrafikdən ona görə çox azdır. Buyurur. Bəs müəllim, indi 4-də dediniz ki, hiperbola kimi. Məsələn, I bərabərdir epsilon böl R plus R-də. Orada R artsa, I-ni yenə hiperbola kimi azalan götürəcək, yoxsa düz xətt kimi? Həmişə dedim, axı, məxrəc varsa həmişə hiperbola. Tamam, bildim. Burada fəlsəfə eləməyinizə imtahanda ehtiyac yoxdur. Yəni, çox dərin düşünmür. Məxrəc varsa eylidir. Çıxma varsa deyil. Məsələn, çıxma varsa V bərabərdir. V0 çıxılsın AT. Deyir ki, VT-dən necə asıldı? Onda deyə bilərsən ki, burada məxrəc yoxdur. VT-dən belə asıldı. Məsələn, P mayi bərabərdir. P0 çıxılsın F Arximed. Onda çıxma var deyə maiyədəki çəki Arximeddən bu formada asıldı, görürsən? Belə. Bəli, Amma aydın. məxrəc olan yerlərdə həmişə əyri olmalı. Bəli, buyurun. Başqa neçə dediniz? 11 var. 8. 8-ci sual baxaq uşaqlar. Potensiallar fərqini 3 dəfə artırsaq, doyma cərəyanı və elektronların kinetik enerjisi necə dəyişə bilər? Deməli, gərginliyi artırmaqla doyma cərəyanı arasında bir əlaqə bilirsiniz ki, yoxdur. Yəni, siz gərginliyi artıranda doyma cərəyanının təsir olmayacaq.
Amma elektronların kinetik enerjisini də dəyişər deyəndə, kinetik enerji ilə arasındakı əlaqə belə idi, xatırlayın. YU bərabərdir W kinetik. Potensial fərqi gərginlik deməkdir. Yəni gərginliyi artırırsınızsa, onda elektronların kinetik enerjisi də artması lazımdır. Əgər 3 dəfə artırsınızsa, onda kinetik enerji də 3 dəfə artmalıdır. Və düzgün cavabımız olacaq C variantı. Doyma cərəyan şiddətinin nədən asılı olduğunu xatırlayanlarınız varsa, o temperaturdan asılıdır. Doyma cərəyanını artırmaq istəyirsinizsə, temperaturu artırmalısınız. On bir. 11-ci sualda yazıb ki, qaz boşalmasının qrafikinə əsasən elektronların kinetik enerjisi minimum nə qədər olmalıdır ki, müstəqil boşalma baş versin? Qrafikin iki hissəsi var gördüyünüz kimi. Buradan sol tərəf qeyri-müstəqil boşalmadır, sağ tərəf isə müstəqil boşalmadır. Müstəqil boşalmanın minimum olması, daha doğrusu kinetik enerjinin minimum olması deyil. Deməli, bu müstəqil boşalmanın minimal qiyməti götürəcəyik. Yəni gərginliyi 150 götürəcəyik. Kinetik enerjinin az öncə yazdığımız düsturu var idi. Y vurulsun U. O da bərabərdir. 1,6 onun üstü -19 vurulsun 150 olacaq. İndi bunu vaxtınız olanda vurarsınız. Tam onda 4. Başqa sual dostlar. 12 var. 12-ci sual soruşanlar var aramızda. Fotorezistorun üzərinə düşən işığın intensivliyi artarsa. Deməli, bu paralel birləşmədir. Paralel birləşmə ilə bağlı sözümüz necə idi? Paralel birləşmədə hansı Digərinə hissəyə, təsir. bəli, digərinə təsiri yoxdur. Hansı hissədə dəyişiklik varsa, yəni fotorezistor bu yuxarı hissədədir. Gördüyünüz kimi yuxarı qoldadır. Onun aşağı qola bir aidiyyatı yoxdur. Ona görə bir lampasında bir dəyişiklik müşahidə olunmayacaq. İki variant qaldı əlimizdə. Fotorezistor yarım keçiricidir. Yarım keçiricilərin müqaviməti xarici təsirlərdən tərs asılıdır. İntensivlik artanda müqavimət azalacaq. Müqavimət azalanda isə cərəyan şiddəti artacaq. Başqa uşaqlar? Maqnitdən varmı? 4 var. 4. Bəli. 1. Birinci sual var. Hansı ifadələr doğrudur? K naqilindən axan cərəyan şiddətini artırdıqda. Şimdi K-dan axan cərəyan şiddətini artırırsınız, buradakı cərəyan şiddəti. Onda K-nın ətrafındakı maqnit sahəsi güclənir. Elə? Burada yazıb 2. Yəni K naqili ətrafında maqnit sahəsi güclənəcək, düzdürmü? Bəli. Əla. K-nın yaratdığı maqnit sahəsi gücləndiyinə görə M naqilinə təsir edən qüvvə artacaq. Bu düzdürmü? Bəli. Əla. Deməli, birinci də düzdür. Newtonun 3-cü qanunu var. Təsir əks təsirə modulca bərabərdir. Əgər
K-nın M-ə təsiri artıbsa, M-in də K-ya təsiri nə etməlidir? Artmalıdır. Ona görə də düzgün cavab olacaq Y variantı. Yəni maqnit sahəsi ilə qüvvənin əlaqəsini tam tuta bilmədim. Maqnit sahəsi ilə qüvvənin əlaqəsi nətərdir? Amper qüvvəsi. B, I, vur L. Düzdürmü? Bəli. Yəni sadəcə niyə məsələn birinci siz dediniz ki, K-da gücləndiyi üçün M də artdı. Mən elə düşünürəm ki, K-da maqnit sahəsi gücləndiyi üçün qüvvə də artır, onda M-də də artır. Yəni birinci M-ə baxaq, yoxsa K-ya baxaq. Düz böyük bir dəyişiklik deyil prosto. Yəni bəli, böyük bir dəyişiklik olmamasının səbəbi Newton 3-cü qanunudur, amma proses nətərdir əslində bilirsən? K-nın əgər içindəki sən cəryanı artıranda, deməli bunun ətrafındakı maqnit sahəsi belə başlayır güclənməyə də, düzdür? İndi M naqilinə təsir edən amper qüvvəsini hesablamaq istəyirik də biz, düzdürmü? M naqilinə. M naqilinə təsir edən qüvvəni hesablayanda düstur budur. 1. Onun yerləşdiyi maqnit sahəsi artdı. Maqnit sahəsi gücləndi, düzdürmü? Çünki K naqilindən sən cəryanı artırmışdın, K-nın ətrafındakı maqnit sahəsi nə eləmişdi? Artmışdı. Müəllim, Artmışdı. burada maqnit sahəsini ortaq olaraq baxırıq, yəni B-yə. Yox, niyə ortaq olaraq bax? Digərinin də artması üçün B hər ikisinin də artmalı deyil. Niyə ki, yox, artmalı deyil. Bax, K naqilindəki cəryan şiddətini artıranda, məsələn, belə çəkim də, məsələn, deyək ki, əvvəl maqnit belə idi. İndi göstəriş üçün çəkirəm. Sonra artırdıq, oldu belə. K-nın ətrafındakı maqnit sahəsi nə edəcəkdir? Güclənəcəkdir, düzdür? Bəli. Təkrar edirəm, K-nın cəryanını artırmısınızsa, K-nın yaratdığı maqnit sahəsi artmalıdır. İndi M naqili K-nın sahəsinə girir. M naqilinə K tərəfindən təsir edən amper qüvvəsinin düsturu 1-dir. M naqilində cəryan şiddəti dəyişməyib. M naqilinin uzunluğu dəyişməyib. Amma M naqili təşkil edirəm, K naqilinin maqnit sahəsində olduğuna görə K-nın yaratdığı maqnitdir bu B. Özünün maqniti deyil, K-nın yaratdığı. B-si artdığına görə ona təsir edən amper qüvvəsi artır. Başa düşdünüz? K-nın sahəsi artdığına görə M-ə təsir edən qüvvə artır. Keçmədi süzgəcdən. K-nın öz amperini hesablayanda M-in yaratdığına baxırıq. M-i hesablayanda da K-nın yaratdığına. Çox gözəl, çox gözəl. Bəli. Başa düşdüm müəllimə. Əla. Yəni budur məsələ. M-ə təsir edən K-dır, K-ya təsir edən M-dir. M naqilinə təsir edən amper qüvvəsini hesablayanda maqnit sahəsi olaraq K-nın maqnit sahəsini götürürük. K naqilinə təsir edən amper qüvvəsini hesablayanda isə M naqilinin yaratdığı maqnit sahəsinin induksiyasını götürürük. Başa düşdünüz? Bəli. Bəli, yəni bu şəkildə bir qarşılıqlı təsir var. Nə sualınız varsa verin. Buyuruz. 4 var. 3. Üçüncü və dördüncü suallara nəzər yetirəcəyik şagirdlər. Deməli, naqillər göstərilmişdir. Hər iki naqildən eyni məsafədə olan K nöqtəsi var. Deməli, cəryan şiddətləri də eynidir. Deyir ki, K nöqtəsində bir əqrəb qoysaq, hansı vəziyyətdə dayanar? İndi naqilləri nömrələyək. Buna gəlin deyək birinci naqil, buna da deyək ikinci naqil. Birinci naqil nöqtədir. Nöqtənin yaratdığı saat əqrəbi idi, yoxsa əksi idi? Əksi. Əks. Saat əqrəbin əksi.
K nöqtəsində toxunan çəksəm olacaq yuxarı doğru. Deməli, birinci naqilin yaratdığı maqnit sahəsinin istiqaməti K nöqtəsində yuxarı doğrudur. İndi digəri ikinci naqil üçün bir çevrə çəkəcəm və bu x-dir. X-in yaratdığı maqnit sahəsi saat əqrəb istiqamətindədir. Saat əqrəb istiqamətində olduğuna görə K nöqtəsində toxunan çəksəm, belə çıxır ki, B2 də yuxarı doğrudur. Uzun sözün dumbası, hər iki maqnit sahəsinin induksiya istiqaməti yuxarı doğru çıxdı. Maqnit sahəsinin istiqaməti yuxarı doğrudursa, biz hamımız bilirik ki, maqnit sahəsi N-dən S-ə doğru gedir. Siz bura əqrəb qoysanız, əqrəb burada nətər dayanmalıdır? S qütbü N-i cəzb eləyəcək, N qütbü isə S-i cəzb eləyəcək. Ona görə də düzgün variantımız olacaq D variantı. Başa düşdünüzmü uşaqlar? Bəli. Əlasınız. Sonra 4 dedilər. Deyir ki, Lorentz qüvvəsi təsir etməz. Lorentz qüvvəsinin təsir etməməsi üçün yüklü zərrəcik maqnit sahəsinin qüvvə xətlərinə paralel hərəkət eləməlidir. O da niyə? Çünki Lorentz qüvvəsinin düsturu Q, V, B, sinus alfadır. Lorentz qüvvəsinin sıfır ola bilməsi üçün onda bu sinus alfanın sıfır almağı lazımdır. Yəni paralel olmalı. Məsələn, birinciyə baxaq, maqnit N-dən isə yüklü zərrəcikdə belə sağa doğru bu paraleldir, burada sıfırdır. İkincidə maqnit qüvvə xətləri N-dən isə amma zərrəcik yuxarı gedir. Bu perpendikulyardır, sıfır deyil. Üçüncüdə maqnit qüvvə xətləri N-dən isə yüklü zərrəcik maqnit sahəsinin əks istiqamətinə yenə paraleldir, sıfır. O birisində N-dən isə perpendikulyardır, sıfır deyil. Onda düzgün cavab olacaq A variantı. Başqa sual. 6. 6-cı sualı soruşan uşaqlar var aramızda. AB naqilinə CK naqilinin maqnit sahəsi tərəfindən təsir edən qüvvənin istiqamətinin zəhmət olmasa müəyyən edilir. AB naqilində cəryan istiqamətini təyin edək. Cəryan müsbətdən mənfiyə gedir. Onda AB naqilində cəryan istiqaməti olur A-dan B-yə. Digərinə baxaq, yenə cəryan müsbətdən mənfiyə gedir. Onda burada olur K-dan C-yə. Yəni, qıraqda çəksəm, AB-də sağa doğrudur. CK-da hara doğrudur uşaqlar? Sola. Sola doğrudur. Hamımız bilirik ki, paralel naqillərdə cəryanların istiqaməti bir-birinə əks olanda onlar bir-birini itələyir, yəni dəf eləyir. İtələmək nə deməkdir? Belə yuxarı bunu, bu da bunu aşağı itələyirlər. Suala qaydaq. AB naqilinə. AB naqilinə. Gördüyünüz kimi AB naqilinə təsir edən qüvvənin istiqaməti hara doğrudur uşaqlar? Yuxarıya doğrudur, yəni iki istiqamətindədir. Başqa? 7. 7-ci sualda gördüyünüz kimi maqnit sahəsi bizə X olaraq verilib. X nə deməkdir? Bizdən şəkilə. Cəryanın istiqaməti isə nöqtə kimi verilib. Nöqtə nədir? Şəkildən bizə. Yəni, belə çıxır ki, maqnitlə cəryan bir-birinə paraleldir. Az öncə də danışdıq. Paralel olanda nəyə bərabər olurdu amper və Lorentz qüvvələri? Sıfıra. Sıfıra.
8 var. 8-ci sual var. Maqnit sahəsində çevrə üzrə hərəkət edən elektronun impulsunun A nöqtəsində istiqamətini deyil müəyyən edin. İndi bu çevrəni qıraqda çəkək istəyirsiniz. Burada bir dənə mənfi yükümüz var. Bütün çevrə üzrə hərəkətlərdə qüvvə hara doğrudur uşaqlar? Mərkəz. Qüvvə mərkəzə doğrudur. Qüvvəni çəkirsiniz mərkəzə doğru. İndi yazıb ki, B vektoru sizdən şəkil müstəvisinə perpendikulyar istiqamətdədir. Yəni B vektoru nədir? Bizdən şəklədir. Deməli, nəymiş o? X. İndi hər kəs sol əlini tutsun. Sol əlimizi tuturuq. Necə tuturuq sol əlimizi? X ovucumuza daxil olsun. Düzdürmü? Baş barmağımız qüvvənin istiqamətini göstərsin. Hər kəs sol əlini tutsun. Nətər tutacaqsınız? Sol əlinizi qoyursunuz kağızın üstünə. Ovucunuz sizə baxacaq şəkildə. Dörd barmaq deyirəm, baş barmağınızı qoyursunuz. Mən normal belə çəkməyə çalışacağım. Baş Aşağı. barmağınızı qoyursunuz qüvvə istiqamətində, düzdürmü? Bura ovucunuzun içidir. Ovucunuzun içidir, bax bu. Belə tutmağa çalışsın hər kəs. Sol əlini tutdun, düzdürmü? Dörd barmağımız göstərir haranı? Aşağını. Amma mənfi yükdür. Mənfi yük olanda xatırlayın, onda nə inirdik? Əksini Tərsini. götürürük. Yuxarı. Yuxarı doğru, üst. Bəlkə fikirləşə bilərsən ki, sualda impulsu soruşurdu. Siz amma sürəti tapdınız deyə bilərsən. Yaxşı deyirəm. Çünki impulsla sürət nədir? Bacı qardaş. Bacı qardaşdır. Başqa dostlar. 10, 9. 9 və 10-cu suallar təqdim olunmaqdadır. 9-cu sualda yazıb ki, iki sonsuz cərəyanlı naqil bir-birinə paralel yerləşmişdir. İnduksiyanın bir modulu B1-25 olarsa, ikinci naqilin A nöqtəsində sahə induksiyası, yekun. A nöqtəsində yekun isə nədir? 45. Deyək ki, ikinci naqildəki induksiyanın modulunu və cərəyanın istiqamətini deyir, zəhmət olmasa təyin edin. Təbii ki, birinci naqil əgər 25 milli Tesladırsa, yekun da 45-dirsə, o birisi nə qədər imiş? 20. Deyilmi? 20 imiş. Qalsız da bu fikirlə, çünki yekuna 45 veriblər, birincisi 25-dir. Digər nə qədər olmalıdır? 20 olmalıdır. Eləmi? Bəli. Əla. İndi, yəni belə çıxır ki, B1 ilə B2-nin istiqaməti eyni olmalıdır. Birinci cərəyan naqildə cərəyanın istiqaməti verilib, yuxarı doğru. Cərəyanın sağ tərəfi nə olurdu? X olurdu. Yadınızdadırsa. Cərəyanın yaratdığı maqnit sahəsinin istiqaməti sağ əl qaydası ilə təyin olunur. Baş barmağınızı yuxarı doğru tutanda sağ əlinizdə 4 barmaq sağ tərəfdən içəri girir. Ona görə də cərəyanın naqilin yaratdığı maqnit sahəsində sağ tərəf həmişə X olur. Yəni belə çıxır ki, birinci naqilin A nöqtəsində yaratdığı B, yəni B1 bu 25 olan X-dir, bizdən şəklədir. Biz də az öncə danışdıq ki, digər cərəyanın yaratdığı maqnit sahəsi 20 olmalıdır. 20 olmalıdır. Amma eyni istiqamətdə olmalıdır. Yəni 25-in üstünə 20-ni gəlmək istəyirəmsə, onlar hansı istiqamətdə olmalıdır? Eyni istiqamətdə olmalıdır. Aşağı Deməli, belə orada. çıxır ki,
İkinci naqilində yaratdığı maqnit sahəsi nə olsun? X. X olsun. Bəs ikinci naqilin yaratdığı maqnit sahəsinin bu tərəfi X olması üçün cəryanı hara doğru çəkim? Aşağı. Aşağı doğru çəkim. Çünki aşağı doğru çəkməliyəm ki, bu axımın çay kimi fikirləş, sağ tərəfi olsun X. Deməli, belə çıxır ki, cəryanın naqildə, cəryanın istiqaməti hara doğrudur dostlar? Aşağıya doğru. Sonra 10-cu sual. Yüklü zərrəciklərin deyircizliği çevrənin radiusu və tezlikləri arasında hansı münasibət doğrudur? Deməli, başlayaq radius məsələsindən. Necə idi bizim düsturumuz, xatırlayırsınız? MV bərabərdir, Kübər. 1 bərabərdir Q1. MV bərabərdir Q1. Radiusla bağlı danışmaq istəyirik. Radiusu çıxardaq buradan. MV bölünsün Bölünsün kübə. kübü. Yazıb ki, kütlələri eynidir. Aha, yazdıq. Sürətlər fərqlidir. İkincinin sürəti 2 dəfə çoxdur. Amma mötərizəyə baxıram ki, yükü də 2 dəfə çoxdur. Onda işlər ixtisar gedir. Belə çıxır ki, radiuslar bir-birinə nədir? Bərabər. Bərabər. Tezliyin düsturu isə nö bərabərdir. QB Kübə bölünsün bölünsün 2pi. 2 pi m'dir. Gəlin buna baxaq. Kütlələr eynidir. Amma ikincinin yükü 2 dəfə çoxdur. Yükü çox olanın tezliyi də Çox olacaq. çox olacaqdır. Düzgün cavab olacaq A variantı. Müəllim, biz 9-da hər ikisinin X olmağını nəyə görə götürdük? 9-cu sualda hər ikisinin X olmağını nəyə görə götürdük? Bizə yazıb ki, sualda B1 25-dir. B2-ni bilmirik. Amma deyir, yekun da 45-dir. Yekunun 45 olması sənə hansı məlumatı verərsin? B1 ilə B2 səncə eyni istiqamətdədir, yoxsa əks istiqamətdir? Qüvvə kimi götürsə eyni. Qüvvə kimi götürürük də, bəli. Çünki maqnitlər eyni istiqamətdə olanda toplanır, əks olanda çıxılır. İndi sən bizə deyirik ki, biri 25-dir, digər anda belə çıxır ki, fəlsəfi olaraq hökmən eyni istiqamətdə olmalıdır ki, sən 45 alasan. Yəni, Bəli. birincinin yaratdığı burada X-dirsə, onda düşünürsən ki, müəllim, ikincinin də yaratdığı X olsun ki, biz onları toplaya bilək. İkincinin yaratdığının X ola bilməsi üçün ikincidəki cəryanın istiqaməti aşağı doğru olmalı. Bəli, aydın. Çox sağ olun. Buyurun. Bir də 15 var. Eyni kəsikləri təsvir olunan naqillərdə yekun maqnit sahəsinin istiqamətini zəhmət olmasa təyin edin deyir. Hər bir nöqtəni ayrı-ayrı eləmək lazımdır əslində burada. İndi əvvəlcə bunu danışaq sizlə bir yerdə. Orta nöqtədən başlayaq gəlin. L nöqtəsindən başlayaq. Düzdür? Birinci X-dir. Birincinin yaratdığı nə olacaq? Saat əqrəbi yoxsa əksi? Sadə əqrəb istiqamət. Əksi. Onda L yox, saat əqrəbidir X. Əksi deyil. Hə, elə bizim Saat- nöqtədən. X L nöqtəsində olacaq aşağı, düzdürmü? Bəli. Digərinkini çəkək. Digərinkini çəkək. O da X-dir. Yuxarı. Saat, o da yuxarı. Onda belə çıxır ki, biri yuxarı, bir aşağıdırsa bu nə olar? 0. 0. Halal.
Sıfır. Onda L nöqtəsinə gedir. Yalnız L nöqtəsinə üçsə D variantı gedər. Eləmi? Bəli. Əlasınız. Deyəsiniz ki, mənim niyə bəs L nöqtəsinə baxdınız? Məsələn, K nöqtəsinə və ya O nöqtəsinə baxmaq istəsəm, mən baxıram ki, K və O nöqtəsi ikinciyə nisbətən birinciyə daha yaxındır, düzdürmü? Bəli. Yaxın kimdirsə, onun yaratdığı maqnit sahəsi nə olacaqdır? Daha çox. Daha böyük olacaq və istiqamət Olsun. yönçü olacaq. Daha böyük. Yəni demək istədiyim odur ki, belə deyim də, mən istəyirəm ki, K və O nöqtəsində maqnit sahəsinin istiqamətini tapım. Heç I2 mənə vecimə də deyil. I2-yə baxmıram. Baxmıram heç. O və K nöqtəsi üçün. Niyə baxmıram? Çünki uzaqdadır. Mənə yaxın olan lazım. Yaxşı. Bu birinci naqilin K-da yaratdığı hara doğrudur? Aşağıya doğru saat iqləbi, onda aşağı olacaq. O-da Yuxarı. yuxarı. Keçirəm M və R nöqtələrinə. M və R nöqtələri üçün sizcə kim önəmlidir? İki. İyi. İyi. Now let's draw the circle for the second one. R'də aşağı, M'də Yuxarı. 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 Bəli, kəllə beyin travma. Yuxarılar hansılardır? O, O ilə M, M. K-la da O və R M. aşağı. K ilə də ev deyir aşağıdır, burada iyi. Bəli. Tamam olsun. Bəli. Yəni 11-ə baxa bilərik. 11-in sola əslində baxa bilərik. Kinetik enerji və Lorentz qüvvəsini burada hesablayın yazıb bizə. Biz nə bilirik? Kinetik ilə Lorentz arasında çox qəşəng bir düstur var. Deməli, düsturumuz belədir ki, W kinetik bərabərdir. F Lorentz vurulsun R bölünsün 2. İndi buradan Lorentz qüvvəsini istəyir. Lorentz qüvvəsi bərabərdir 2W kinetik bölünsün R. O da bərabərdir 2 vur 1 onda 2 bölünsün 3. İndi buradan 8'li bir şey çıxacaq da. Bəli. Əlasınız. Başqa dostlar? 13. 13-cü sualda yazıb ki, naqildən keçən cərəyan şiddətini zəhmət olmasa hesablayın. Və burada tarazlıq sözünü görürsünüz. Tarazlıqda olması üçün bilirsiniz ki, Newtonun birinci qanununa görə əvəzləyici qüvvə nəyə bərabər olmalıdır? Sıfıra bərabər olmalıdır. Əvəzləyici qüvvənin sıfıra bərabər olması üçün ağırlıq qüvvəsi amper qüvvəsinə bərabər olmalıdır. İndi biz hamımız bilirik ki, ağırlıq qüvvəsi həmişə aşağı doğrudur. Sol əlinizlə amperi yoxlaya bilərsiniz ki, həqiqətən də amper yuxarı doğrudur, sol əl qaydası ilə. Onda amper qüvvəsi mg-yə bərabərdir. Kütləsi nəyi soruşur? Kesin cərəyan şiddəti. mg bərabərdir 1. Cərəyan şiddətini istəyirsə, i də bərabərdir. mg bölünsün, b vurulsun, l yazırıq. M 10 qramdır, 10 qram 0,1 deməkdir. Kiloqram olaraq J 10'dur, bölünsün. B'miz 0,1'dir. Naqilin uzunluğu da 0,5'dir. Biz 0,1'i bölürük 0,5'e. Neçə deyir bu? 2. Bəli dostlar. Müəllim, amper qüvvəsi sağa və ya sola doğru olsa necə hesablayacağıq? Belə sualda. Yəni ola bilər elə o. Belə, olsa tarazlıq olmaz da hər halda o nəzərdə tutursan da. Olmasa Tarazlıq olmaz təbii ki, mümkün deyil. Axı biri sağa, biri aşağı tarazlıq olsun. Tarazlıq olmasa, amma ümumiyyətlə hesabla desə, onda
perpendikularsa Pifaqor teoremi eləmək olar. Yəni mg-ni əvəzləyib düzlüyünü tapmaq üçün. Ağırlıqla amperi Pifaqor biraz qəribə sual olar da istərsən. Bəli. Başqa dostlar. Digər bölünməni keçək. Keçək. 3 var. Üçüncü sualda yazıb ki, hansı halda cərəyan yaranmaz? Elektromaqnit induksiya hadisəsinin baş verməsi üçün dəyişiklik olmalıdır. Nəsə bir şey dəyişsin. Dərsimizə qatılanlar əvvəldən biləcək ki, elektromaqnit induksiyada ən vacib ifadə dəyişmək sözüdür. Maqniti sarğaca daxil etdikdə, bunu bura daxil edirsinizsə, demək ki, sarğacın içərisində maqnit sayısı artır. Yəni bir dəyişmə var. Ona görə bir də yaranır. İki maqniti çıxardırsınız. Çıxardanda maqnit sayısı azalır. Deməli dəyişmə var. Ona görə də yaranır. Maqniti sarğacın daxilində fırlatdıq. Daxildə saxlayırsınız maqniti. Nə uzaqlaşma var, nə yaxınlaşma var. Ona görə də bir dəyişiklik yoxdur. Dəyişiklik olmadığına görə yaranmayacaqdır. Başqa. 5, Neçə? 5, 13? 5, 5. Beşinci sual. Mənbəyə deyir 6 voltluq EHG-miz var. EHG-miz 6 voltdur. Açarı açdıqda cərəyan şiddətinin dəyişməsi verilib 2 millisaniyanda. Deməli, Y-nin düsturunu bilirsiniz ki, nətərdir? Eli böl T. Delta T. Mənfi L, delta I böl delta T. Düzdürmü? Bəli. Bərabərdir. Mənfi 0,2 Henry veriblər. Vurulsun. Gəlin cərəyan şiddətinin dəyişməsinə baxaq. Cərəyan şiddəti 0,6-dan gəlib neçəyə? Sıfıra. 0,6. 0-dan 0,6-ın çıxanda neçə eləyir? Mənfi 0,6. Yəni 0,6. Bölünsün. 2 millisaniyə. Milli 10 üstündə mənfi 3-dür. Mənfini mənfiyə vuranda müsbət eləyəcək. 2 vur 6 böl 2 eləyir 6. 6 volt. Bir də deyir ki, ümumi HG. Y ümumi bərabərdir. Özümüzünkü neçə idi? Sualda verilən 6. Altı. Biz Y-ni neçə tapdıq? Müsbət 6. Evet. Başqa. Altı. 6-cı sual. İnduktivliyi deyir 0,8 Henry olan maqnit sayısı bərabər olanda deyir müqaviməti zəhmət olmasa hesablayın. Deməli, bizim belə bir düsturumuz var idi ki, L bərabərdir 2 RT. Müqaviməti istəyir bizdən. L bölünsün 2T. 0,8 vur, 2 vur, 4. 8 böl 8. Birli bir şey olacaq. A variantı. Lem 2 RT hardan gəldi? 2. L kvadratı böl 2. I kvadratı RT. Bu düstur yadındadır. Bəli. I kvadratlar ixtisar gedəndə 2-ni atırsan bu tərəf. Düzdürmü? Bəli mən. Əla. On bir.
11-ci sual. Yazıb ki, K açarı qapandıqda sarğacda əmələ gələn induksiya cəryanı ani olaraq saat əqrəbi ilə əksinə axar. Deməli, burada qayda nətərdir? Cümləmiz necə idi? Artanda Əksinə. əksinə Əksinə azalanda eyni istiqamət. və azalanda eyni istiqamət. Lens qaydasıdır bu. Bilməyən varsa yazsın. Artanda əksinə olur, azalanda eyni istiqamətdə olur. İndi yazıb ki, birincidə K açarını qapadı. Mən K açarını qapayacağım, cəryan da müsbətdən mənfiyə gedir. Onda saat əqrəbi istiqamətində də bu düzdürmü? Bəli. Amma K açarını qapayanda cəryan artmış olur da, artdı. Artanda əksinə olmalıdır. Bu da yazıb ki, sarğacda əmələ gələn induksiya saat əqrəbinin əksinə. Deməli, düzdür bu ifadə. Çünki mənim öz cəryanım saat əqrəbi istiqamətində axır. Artdığına görə artanda əksinə idi axı. Cəryan artdığına görə induksiya cəryanı əks istiqamətində yaranır. Deməli, birinci ifadə doğrudur. İndi deyir, K açarını açdıqda. K açarını açanda cəryan nə qalacaqdır? Azalacaq. Azalacaq, ona görə də eyni istiqamət. Ona görə də eyni istiqamət. Mənim cəryanım onsuz da saat əqrəbi istiqaməti idi. Müsbətdən mənfiyə idi. Azaldığına görə bu da eyni istiqamətdə yönələcək. Ona görə də saat əqrəbi istiqamətində axar doğrudur. K açarı qapandıqda induksiya ola bilməz, çünki induksiya cəryanı yarandı. K açarı qapalı qaldığı müddətdə, qapalı qalmağı bayaq maqnitin sarğacın içində qalmağı kimi bir şeydir. Açar qapalıdır. Siz açarı açmırsınız. Dövrədə heç bir dəyişiklik baş vermir. Dəyişiklik yoxdursa, heç bir şəkildə elektromaqnetik induksiya hadisəsi baş verməyəcəkdir. .com. Başla. 10 var idi deməli məndə. Məndə 10-cu sual var deyə soruşanlar var. Yazıb ki, nə bilim burada peşmeçon falan. Yəqin burada yeyini hesablamısınız da. Yeyinin düsturu necə idi? BLV 0.5 vur 2 vur 3 eləyir 3. 3 volt. Deyir ki, hansı nöqtənin potensialı daha çoxdur? İndi burada yadınızda sağ əl qaydasından istifadə edirik. İnduksiya cəryanının istiqamətini tapmaq üçün. Sağ əlimizi tuturuq, X ovucumuza daxil olur. Elə? X ovucumuza da baş barmaq yuxarı doğru. Düzdürmü? Belə bu formada. Bu sağ əlimizdir. Bu da ovucumuzun içidir. Eləyə bilərsiniz, istəyənlər eləsin. Yəni, cəryan göstərir ki, cəryanın istiqaməti hara doğrudur? Sola. Sola. Cəryanın istiqaməti soladırsa, haranın potensialı böyük sizcə? A-nın mı, B-nin mi? Beynin. Beyni. Niyə? Cəryan həmişə potensialı böyükdən Kiçiyə gedir. kiçiyə gedir. Bu bir dənə də deyə bilərsiniz. Hansı hissəsini deyim? Mən burada hesablamağı bildim. Düsturu yazıb hesablayırıq. Sağ əl qaydası ilə induksiya cəryanının istiqamətini də təyin edirsən. Düzdür? Hə. Cəryanı Sağ ol. tapırıq. Cəryanın axdığı yer elə bir ki, potensialın böyükdən kiçik olduğu. Böyük, kiçik yeri bilmək Hə. lazımdır. Ona görə də cəryan sizdə başqa. 14. 14-cü sual soruşan uşaqlar var. Cəryan şiddətini deyir, zəhmət olmasa hesablayın. Y-yi bərabərdir. Necə idi bizdə düsturumuz? Modul istədiyinə görə delta i böl delta t, düzdürmü?
Cərəyan Bəli. şiddətinin dəyişməsi modul istəyir. Yəni delta i-ni istəyir. Delta i bərabərdir. Y-i vurulsun delta t bölünsün L. Fizikada belə bir qayda var. Bir yerdə hasil varsa, nə var? Sahə. Sahə var. Nə əlaqəsi varsa, qrafik verilib, buradan hasil var. Altını içə vuranmazsan, fiqurun sahəsini tapacaqsın. Bu hansı fiqurdur? Üçbucaq. 6 vur 3 böl 2. 9. Burada yerinə qoyuruq 9 bölünsün. İnduktivdə verirlər 2. 4,5. Bəli. Bir də 15 var. 15-ci sualda da bir qaydamız var idi, xatırlayın. I-dən və i-dən törəmə alanda y-i-ni, bir də i-i-ni verir. I-dən və i-dən törəmə alanda nəyi verir? Y-i ilə i-i-ni verir. Törəmə almaq nə deməkdir? Yəni, törəmə almaq o deməkdir ki, sadələşdirmək. Amma burada i-i-ni veriblər, bizdən i-ni istəyirlər. Onda biz nəyə getməliyik? Mürəkkəbə getməliyik, düzdürmü? Xətti funksiyanın mürəkkəb funksiyası nədir? Yəni, nədən törəm alanda xətti funksiyanı verir? Parabolik, Parabolik. kvadratik. Kvadratik. Onda 1-ə gedəcək D. 2. Sabitdir. Sabit nədir? Xəttidən götürülüb deməli tərəmə alınır. Demək ki, xəttidən törəm almışıq. A. 3 sıfırdır. Nəyin törəməsi sıfırdır? Bu iki şeyin ola bilər. Həm sıfırın ola bilər, həm də sabitin. Həm sabitin, həm də sıfırın. Yəni B-ci. Sonra O biri bölmədə 4 var. radio qəbul edicinin rəqs konturunda xırğaz induktivliyi falan verilibdir. Dağ uzunluğu deyir, nə qədər olsun? 600 metr olsun. Dağ uzunluğunu düsturun xatırlayaq. Lambda bərabərdir ST. T'nin yerinə yazırıq. 2 pi 2 çatda LS. Bizə deyir ki, kondensatorun tutumu nə qədər? Yəni C-ni istəyir burada. C-ni çıxarsaq, C bərabərdir. Lambdanın kvadratı bölünsün. 4 pi kvadrat C kvadrat vurulsun L. Bərabərdir. Lambdamızın kvadratı. Lambdanın variantlar bir-birindən fərqlidir. Kef eləyəcəm ona görə. 6-nın kvadratı 36. Pi kartı zaten vecimə deyil. 10'dur çünki. 4 vurulsun. C-nin kvadratı 9. İnduktivlik də 2. 1 bölü 2. 0,5. 5'li bir şey olacaq. Y variantı. Test suallarında variantlar bir-birindən fərqli olanda bütün cəmiyyətləri tək-tək çevirməyə ehtiyac yoxdur. Yeddi. Dəyişən tutumlu kondensator qoşulan rəqs konturunda köynəklər arasında məsafə 4 dəfə azalarsa, tutumun düsturunu deyə bilərsən, xanım? Bir bölünsün kök altında omega S.
Bəli. Yox, tutumun düsturunu soruşurdum. O sualı verən xanımdan soruşurdum. Tutumun düsturu necə idi? Bu deyil ki, perioddan bağlı olan. Yox, tutumun düsturunu soruşurdum. Dedi. Kondensatörün tutumun düsturu. Epsilon 0 S bölü D. S bərabərdir. Epsilon 0 S bölü D. Məsafə 4 dəfə azalsa nə baş verər? 4 dəfə artır. Tutum. Tutum 4 dəfə artar. Periyodun düsturunda az öncə yazdıq. 2pi kök Kök altında altında. S. Əgər tutum 4 dəfə artarsa, onda periyod da 2 dəfə artar. Başqa? On dört. 14-cü sual var uşaqlar. Dövrədəki cərəyan, doğrusu ampermetrin göstərişini deyir hesablayın. Ampermetrin göstərişi cərəyan şiddətinin təsirici qiymətindən burada söhbət gedir də bildiyiniz kimi. Elə deyilmi? Bəli. Düsturumuz necədir xatırlayırsınız? P bərabərdir IU deyil. Bəli, I vurulsun odur. P bərabərdir I vur U. P-ni veriblər 40. Gərginliyin amplitudu 280-dir. Onda zadı nə qədərdir? Təsir edici bilirsən də. Amplituddan kök altı 2 dəfə azdır. 280 kök 2-yə böləcək. Yəni 1,4-ə neçə eləyir? 200. I vurulsun 200. I də bərabərdir 0,2. Bəli. On üç var idi. 13-cü sual var bizdə. Elektromaqnit dalğanın dalğa uzunluğunu deyir zəhmət olmasa hesablayın. Dalğa uzunluğunu hesablamaq üçün düsturumuzu bilirsiniz ki, lambda bərabərdir S vur T. S-ni mötərizədə yazıblar ki, 3 vurulsun 10 üstü 8-dir. Periyod haqqında yadınızdadır. Periyod bizim üçün nədir? Periyod üçün neçə qılça sayırdıq xanım? 4. 4. 4 qılça. 1, 2, 3, 4. Hara düşdü? 6 saniye. 6 saniye değil. Burada nanosaniye yazıb. Bəli. 6 və 10 üstü mənfi 9. Nano 10 üstü mənfi 9 deməkdir. 10 üstü mənfi 9, 10 üstü 8, 10 üstü mənfi 1, 3 6-ya vuranda 18, vur 10 üstü mənfi 1, that means 1.8 meters. Yadda qalar mı dostlar? Bəli. Əlasınız. Başqa? Bir də əvvəldə 8 qalıbmış. Onu da baxardıq da. Sən xətrinə baxa bilərik 8-ə. Elektromaqnit dalğanın uzunluğunu artırmaq üçün. Dalğanın uzunluğunu artırmaq üçün məsafə deyil. Lambdanın düsturunu xatırlayaq. S vur 2pi, düzdür? Kök altda LS. Eləmi? Bəli. Yəni lambda bərabərdir ST düsturu da, bayaqki düsturdur. Sadəcə T-ni açıb yazıram burada. İndi deyir məsafə artsın. Bayaq lambda dedik, məsafə artanda tutum nə qalacaqdır? Azalır. Ona görə də yaramır işimizə. Amma məsafə azalsa, C artacaq. C artsa, Lambda da artacaq. sağ. Deməli 2 doğrudur. Sonra induktivlik. İnduktivliyi artıranda Lambda artacaq yenə. lambda artacaq yenə.
Bir də periodla görsən ki, onsuz da düsturdan görsən də periodla da düz asılıdır. Periodla düz asılıdsa tezliklə də tərs asılıdır onsuz da. Ona görə də düzgün cavab olacaq 2-3-5. Bəli, sağ olun müəllim. Çox sağ olun. Başqa? Bitirdik. Çox sağ olun dostlar. Hər birinizə uğurlar arzu edərək həyatımıza davam edirik. Bu dəfə neçə mövzu qalıb? Hamısını bitirək də istəyirsiniz. Bəli. Daha axıra qalıb da hamısını bitirək, sonra sınaqlarımıza keçək. Oldu dostlar. Görüşmək ümidi ilə təşəkkürlər. Sağ Sağ olun. olun. Sağ olun müəllim. Sağ olun dostlar. Çox sağ olun.